çok heyecanlıyam, çok. Çünkü iller sonra saç rengimi dəyişirəm. Və bilmirəm necə olacaq. Biraz da qorxuram. Saçımı başımı düzəltməmişəm çünki gedirəm rəngləməyə. Uzunluğu belədir. Yəqin ki, uzunluğuna çox da dəyməyəcəyik. Amma görə ustam nə deyir? Elmir çox yaxşı saç ustasıdır və çox da məsuliyyətlidir. Əgər alınmasa deyəcək ki, Aytaç alınmadı. Biraz makyaj edək. Tonal krem olaraq Dior istifadə edəcəm. Belə deyim ki, çox da örtücü deyil, amma mənə görə çox soft bir tonal kremdir. Aha, bir yerdə qutardıq. Canım tonal krem. Elə bilirəm ki, mənə ən çox yaraşan rəng. Bu arada işıqdan bilirsiniz, artıq izləyicilərim bilir ki, mən çox ağ görsənir, amma elə deyil. Mən elə bilirəm ki, mənə yaraşan bir dənə saç rəngi varsa, o da qara rəngdir. Yəni məncə qara rəngi çox asil daşıyıram kimi gəlir mənə. Amma mən illər öncə mənim bacı qardaş səhifəmi bilənlər bilir, bilməyənlər artıq orada 400.000 abunəyə yaxınlaşırıq. Həmin kanalda mən bir dəfə saçımı və o qədər gözəl yaraşmışdı. İş yoldaşlarım demiş ki, Aytaç, bu sənin rəngindir və heç vaxt bunu dəyişmə. Elə bilirəm ki, çox bəyənmişdilər, amma mən yəqin ki, yenə saçımı o rəng edəcəm və sonra 1-2 aydan sonra dəyişəcəm deyə düşünürəm. Bu da Estee Lauder'ın konsileridir. Çox sevirəm. Nə göz altına dolur, nə bir şey. Keçən vlog yadıma düşdü, danışa bilməməyim. Çox qəşəngdir. Yəni biraz yüksək qiymətlidir. Amma misal üçün tartı da 80 civarı alırıq. Bu da 95 civarıdır. Bəzən endirmə düşür. Budadan biraz sabitləyək. Konsilerin gözünün üstündə belə xət qalmaq istəmirsinizsə, 100% mütləq onu gözünüzün üzərindən də pudra keçin və bilin ki, o zaman qırışlara yığılmayacaq. Bax belə. Çöldə tufandı. Orada hava necədir bilməm, burada tufandı. Rare Beauty'nin bu ənliyini Instagramdan məni izləyənlər bilir ki, mən nə qədər çox sevirəm. Pigmentasiyası sadəcə olaraq möhtəşəmdir. Bugün əslində mən yəni bir dənəsini istifadə edirəm. Ya likit ənlik, ya da ki toz ənlik. Amma bugün ikisindən də istifadə edəcəm. Çünki çəkiliş olacaq və biraz abartı görünsün düşünürəm. Gözümün üstünə biraz qəhvəyi tonlardan əsələmək istəyirəm. Biraz da belə pəmbə kimisindən. Əslində heç istəmirdim. Yenə deyirəm, çəkiliş edəcəyik ona görə. Biraz da tələsirəm. İnşallah ki, linerim yaxşı alınar. Bilirsiniz ki, liner yaxşı alanda biz mutlu oluyoruz. Vivien Sabo qızlar çox möhtəşəm linerdir də. Buna bir dənə baxın. Yəni qapqara. Az qala liner üzü çəksin. Ürəyim gedir. Linerim hazır. Qəpiyinə qədər dəyən o məhsul. Qəpiyinə qədər. Çox qəşəngdir. Çox. Sənəm, indi buna baxın. Təxminləriniz nədir videoya tam baxmamış? Sizcə saçımı hansı rəng etməyə gedirəm? Və necə alınacaq? Ümumiyyətcə alınacaqmı? Yəni alınmaya da bilər. Bu vlog yarımçıqda qala bilər. İnşallah anlar. Makyajım qəşəng oldu, hə? İstəyirəm bu karandaşı ilə çərçivəyə alacağım dodağımı. Görək. Çox sevirəm pastelin qələmlərini. Baxın, rəngini heç yəni ehtiyac yoxdur da pamadaya. Çox qəşəngdir. Və üzərindən də ən sevdiyim Estee Lauder'ın bu pamadasını keçəcəm. Çox yox. Biraz belə. Kombinimi də göstərim sizə. Belə bir ağ şal var. Sonra isə gördüm biraz boş görünür. Belə qəhvəyi rəngdə kəmər əlavə etdim ki, kropumla biraz uyğunlaşsın. Sonra çantamı yığdım. Dediyim kimi orada ola bilsin ki, makyajımı yenilədim. Mənə lazım olan makyaj ləvazimatlarını götürdüm. Ondan əlavə olaraq ətir. Və təbii ki, yenidən ənliyimi sizə dediyim kimi yeniləmək məcburiyyətindəydim. Çünki nə qədər də şit makyaj etsən də kamerada çox da yaxşı görsənmir. Ona görə biraz artığını edirəm. İlk dəfədir ki, saçlarım belə səliqəsiz harasa gedirəm. Özümə də çox qəribə gəlir. Çünki orada
onsuz da prosedurlar olacaq deyə əziyyət çəkmədim. Axır gəldim, məkanı tapdım. Düzdür, birinci səhv günə girmişdi. Gəldim, tapdım və məni hazırladılar. Evet, başın görüm biraz əyildir. Ya da gözüm qaldı. Başıma əyim. Mən başıma əyildi oğlum deyildim. Bu Elmirdir artıq illərdir biz işləyirik. Aha. Bugün nə edirik? Bir rəngi istəyir, amma 37 dənə şəkil at mənə. Hamısında fərqli şeylərdir. Yəni baxıram da hamısı fərqli çalarlardır. Fərqli atmalıyam, fərqli eləməliyəm. Artıq 3 gündür mənlə danışırıq. Hər gün səhər, günorta, axşam diyaloqlarımız olur. Çalışırıq ki, bu rəngi eləyək. İndi təbii ki, saçımda nə vaxtsa qara boya kimi bir şeylər olur. Yəni bir müddətli başqa nələrsə eləyib, mən olmamışam. Bir müddətli boşluq olub deyə istifadə edirik. İndi saçına proba atacağam. Probadan sonra baxacağam ki, əgər saçın ləkə və digər şeylər yoxsa, saç yanmayacaqsa eləyəcək, yanacaqsa eləməyəcək. Hayda. Yanacaq, başqa bir şey eləyəcək. İndi baxaq da. Bir umut. Umut, yəni məncə yanmaqdansa belə çəkəndə çoxmu gəlməli baxır. Bundan sonra belə çəkişir. Allah haqqı, özümə qarşı hörmətim artdı. Orada biri var ki, bütün splaşnoy saçı qat-qat. Elə yox ha. Hə? Biri var ki, splaşnoy saçı qat-qat. Ha. Biri var ki, çolka, bir də ucları. Yox, şuna rahatım. Tamam. İnandım, tamam. Elə bir şey dünən başlamışıq bu işə. Allah elə qəribə. Dedik ki, bir daha adımıza çıxartdı. Ay, heyecanlıyım. Məncə alınacaq. Sən mənim saçım kül olanda qırmızı rəng eləyən adamsan. Har eləmişdi, yadındaydı. Sən indi bu saçı elə eləyə bilməyəcəksən. Mən özümə güvənirəm, saça güvənirəm. Mənim yəni bilən ki, mən qorxuram sözümüz. Yəni hər dəfə yenə yeni bir sürprizdən qarşılaşmam. Mənim saçım, mən Elmirin yanına gələndə mənim saçımı keratindən yandırmışlar. Təsəvvür edin ki, kül eləmişlər. Elmi belə saçımı əlinə atırdı, belə gəlirdi. Əlində deyirdi ki, bəlkə başqa problemim var. Yəni belə çəkinə gedib yoxlamasam. İraq olsun. O saçım elə bir rəng demişdim ki, çox çətin alınırdı. Amma alındırdı. Mən bacarıram. Möcüzədir elə bir şey. Və baxımları. Ona görə də ustanın səhifəsini qeyd eləyəcəm altdan. Mütləq. Baxım, rəng. Nə istəyirsə eləyəcəksin. Nə olur? İşte. Neyine baxırsan? Heç nə olmadı. Açılmır. Görə bilmirəm buradan. Heç nə yoxdur. Sosta nə qədər qarabayalım. Yaxşı. Bir il ərzində çox. Bir umut. Mən də deyirəm. Saçım çox çətin açılır və az açılır. Mən amma istəyirəm, neyini? 2 il burada probadır. Probun nəticəsində saç var, mənim üçün demədi. Normalda bir saça biz o qədər əziyyət çəksəydik, oxumam olmuşdu. Yarım saat cəmi. Heyecanlandım. Mən sizə həyəcanlanıram. Birazdan burada var ha. Üstülənəcəksən. Yerinə qazaqda yəni. Bildiyim var, Olaplex, nə var, nə yox qatmışam ki, saçıma sıfır zərər versin. Çünki saçın yəni mümkünsüzdür. Normal olaraq bu saçın alınmamalıdır. Yoxsa sən o qədər Güləşirsən. bəli, birləşdirirsin. Biz də deyirik ki, ya öləcəyik, ya öləcəyik. Bir dənə saçımı göstəreyim hanı? Bilinmir, yəni açığımı saç... Ha. Baxın 2 saatdə açığımız saça bax. Biraz açılıb da. Bu açılmır. Elə şey olur, qurban. Amma ilk dəfə də azca qorxuram. Mən belə qorxuram. Yəni burada hal-hazırda boyanın işləndi. Boya içindən doğru başladı. Ay Allah, bizi yardım et, Bilirsiniz ki, saçlar bizim ən önəmli aksesuarlarımızdır və bir xanım kimi o qədər istəyirəm ki, həqiqətən də bu usta bütün xanımlarımız tərəfindən kəşf olunsun. Çünki sözün əsl mənasında necə deyirlər, əjdaha ustadır. Ola bilməz ki, bir rəng göstərəsiz, o eynisini sizə alındırmasın. Yəni mənim saçımda qara boya var və qara boyanı siz görün o necə sağlam şəkildə açacaq və saçın bir damcı da olsun ziyan görməyəcək. Tez-tez salona gələ bilmədiyiniz təqdirdə isə baxımları Elmirdən ala bilərsiniz və həmin baxımları evdə edə bilərsiniz. İnanın ki, çox möhtəşəm nəticələrlə qarşılaşacaqsınız və mənə də çox sağ ol deyəcəksiniz. Çünki mən özümə rəva bilmədiyimi heç vaxt sizə rəva bilmirəm. Emir bəy necə gedir? Hal-hazırda müharibənin başlanğıcındayıq. Saçın dibindən aralı şəkildə. Hələ ki ölü yoxdur. Müharibədə itki yoxdur. Hələ ki itki yoxdur. Yəni hər an burada mən məsələn işi yarımçı qoya bilərəm. Yəni belə qorxularınız olmalıdır. Elmir. Bəli. Yaxşı gedirik.
Hal-hazırda stresin elə birinci levini keçdik. Bir saçımda yük var, başımda. 1 kilo açıcı var. Hə, oydu. Amma açılır. Yaxın göstərək bir dənə zəhmət olmaz. Qorxuram. Açılır. İlk dəfə də qara rəngdə. Özümə güvənirəm. Pis ki. O. Mən sizə deyim ki, mən bir ilə yaxın Elmirin yanına gəlmədim. Niyə? Çünki ondan o məhsulları aldım. Və başladım evdə özüm eləməyə. Görürsünüz, belə olur. Bir elə olur, ailələr dağılır. Çünki artıq saçım yaxşı vəziyyətə gətirmişdi. Gəlirlər. Eləyirlər, sonra açanda, saçı yandırırlar, gəlirlər, usta saç yandır. Həzən bizi başlayıb baxım eləmək. 1 həftə, 2 həftə, 3 həftə, 1 ay, 2 ay, 3 ay. Saçım hal-hazırda bu qədər açılıb. Düzdür, videoda biraz qırmızı görsənir, amma biraz da açılıb elə bil ki, bunu gördüyünüzdən. Salam Elmir. Qırmızı. Videoda elə görsən, normalı budur. Videoda qırmızı görsən. Blond da atırsan. Yaxşı, indi nə edirsən? Hal-hazırda dibini keçirik. Dibləri. Niyə dibinə sonradan keçirir bilirsiniz? Yox. Çünki dibini ona görə tez keçirik ki, saçın 3 dənə hissəsi var. Dibi, ucu, orta hissəsi və uc hissəsi. Bu normal, bunu hamı bilir. Sadəcə məsələ olaraq dibi daha isti olur, orta hissə daha ilıq olur, uc hissəsi soyuq olur. Və bu saçın açılmasını tövsiyə edir. Dibi ona görə sonda keçirik ki, isti yer daha tez açılır. Okeymi? Hər kəs səni anladı. Sarı məni çox yaşlı göstərir, ən az 35. Məncə yox, təmiz sarıdan söhbət gedir. Sənin saçı qızartlar var, gələ sarıya yox, hələ ki yox. Thank you. Ay Allah, sarı mənə heç yaraşmır. Elmir, vəziyyət necədir? Vəziyyət mükəmməldir hal-hazırki vəziyyətdə. Hər hansı bir sorunumuz yoxdur. Süpərlər olur üçün o da. Olur. Belə süpərsi olmuyor, amma ucu qaradır, dibi sarıdır. Hətta elə belə çirkin olur olan saçları. Sonradan elə ki, gəlirlər Elmir bəyin yanına, saçlasın. Boyadan sonra cəzalar var. Qəşəng gidiyor. Tıklansın, tıklansın. Məndə də. Bu aranjım da qəşəng rəngdə. Belə də qala bilər məndə. Xeyr, sağ ol. Rəngi qoyursan indi orada necə görsənir? Hal-hazırda yəni Bərbad. bismillah eləmişik, yəni. Ya, yaxşıdır. Mən iş görməyim, bax, benim işim daha vacib. Elmir, rəngi göstərmirəm. Aha. Sürpriz olsun. Yəni, Necə gedir? qara gedir. Qaraya doğru gedir, yaxşı olacaq. Bilirsən də bunun hamısı arxivdir. Qocalanda baxa bilərsən. Bəli. Mən arxivdə belə bir çəkişəm, yüz-tək baxacam, yəni. Övladlarıma, nəvələrimə, nəsələrimə yüz-tək göstərəcəm ki, Nə bilirsən, bəlkə Mr. Beast kimi YouTuber olacam. Mütləq açıb o göstərəcəksən. da ola bilər. Mən deyəcəm vaxtı ilə mənim yanıma gəlmişdi. Əsas darağı falan göstərmək, əsası göstərmək. Hal-hazırda boyamaya işəm gedir. Və boya var, yəni. Hal-hazırda bir də saxsı eləsə rəngi görmək olacaq. Rəngi göstərək məncə, amma hələ tam hazır deyildən onsuz da. Rəngi biraz göstərir. Xanımlar sırf bu rəngin nə olduğunu bilsələr, nəsə olacaq. Yaxşı, indi də göstərdin. Göstərdim biraz bunu, amma Tam o deyil amma. Hələ tam istədiyimiz rəng deyil. Narahat olmayın, bu rəngdə deyil. indi tam o rəngi göstərər, nəsə bir şey olacaq. Yəni Az hədiyyəmiz olacaq, bir hədiyyəmiz Az olacaq. qalıb. Hə, Bəlkə bu videoya şərh yazanlardan birinə baxım hədiyyə eləyək. olar. Yox, baxım olmasın, soruşursan. Baxım kəsim olsun. Oo, həm baxım həm istədik, kəsim. istədik, Ay sorunu. səni. Ay səni. Elmirin baxımını da qaçırmaq nə bilim. Nə bilim, baxın mən deyim. Bəli. Elmir bəy, Bəli, necə gedir? ayala gedir. Keyfimiz yerindədir çünki Yüzdə. istədiyimiz rəngə Mənim keyfim bayaqdan yerindədir. Sadəcə bir mən biraz qızıq çəkinirdim. eləməsi olmur. Yəni. Elmirə güvənirəm amma biraz çəkinirdim. Yenə elədi də elədiyini. Bir ara inandınız ki, alınacaq. Gedirik saçı yumağa. Gedək. Getdik. Hər yer, bütün üstü başımı batırmışam. Bir durmadım. Rəngim açıldı. Bu rəng Hər şeydən, bütün kofta batdı, şalvar batdı. Bir dənə saç rəngi olacaq deyə bütün hər bir aksesuarı batırdı. Niyə? Bir markada tutdu, oh my god. Əyləşin. Bir dənə dəsmal Vasif bəy. hop. Mikrofonumu Amma buradan rəng götür. çox mükəmməl oldu. Yirik. Məncə tam istədiyim bir rəng olacaq. Hətta olub deyə düşünürəm. Baxa. Yox, baxmayasan, yox, nəysə. Mən deyəcəm,
Sən baxmıyorsan, mən deyəcəm sən baxmıyorsan. Axırı sənə deyim Çox olar. qəribə gəldi mənə biraz. Hə? Dibdə eləməmişəm heç vaxt. Möhtəşəm olacaq valla. Qəribə gəlmədən normal olur. Saçın qaradan keçib nəyə? Bordo. Bordoya. Bordo nəsə qəribə bir nəsə bir. O Hələ tam hazır deyil. bəli, hal-hazırda tam hazır. Heyecanlanıyorum. Baxın, saçın ayrımını bilmək üçün saçı ön hissədən darıyırıq və atırıq. Saçın ayrımı avtomatik olaraq ortaya çıxır. Ehtiyacımız olmur ki, maraqlı. nəsə bir şey eləməyə. Əlimizi barmağımızla qulaq arxasından vurduq, açdıq və ayırdıq. Hal-hazırda saçımızın Bir damcı qaralıqlar da qalıb, maraqlıdır. qara deyil olar. Onlar Hə? işıltılardır. Oo. Qara deyil olar. Yəni biz hal-hazırda, yəni sadəcə saç qurusun. Deyəsən ki, yəni Var. bundan yaxşı ola bilərdi. Sual eləsən, mən də deyəcəm yox. Heyecanlanıram. Vallahi mən İndi Odur ki. pəncərə önünə keçəcəm, işıqda sizə göstərəcəm saçımın Aa, rəngini. yəni Burada bu tam normal. bilinmir də yəni. Ya, o normal bir şeydir. Yəni bütün demək olar bütün açıq saçlarda, kəmər saçlarda hamı müştəri deyir ki, "A, dibi Bu açıq, rəng içi." mənəm, Elmir. Mən onu mənim deyirəm, mən onu deyirəm də Allah. Ala. Bak deyir para veriyorsun biliyorsun. Aşağı bak. Bir dənə kəsim masasını gətirək. Qaşı görürsən, qaşı görürsən. Okay, ha. Nə edir Elmir bəy? Hal-hazırda ukladka proseduruna keçirik. İndi isə sizə hazır versiyanı göstərəcəm. Və bu da mən illər sonra saç rəngimi dəyişdim. İnşallah ki bəyənərsiniz. Necə olub? Mütləq şərhlərə yazın, kanalıma abunə olun və like edin. Çox sağ olsun Elmir oradan kameranı tutub ki mən saçlarımı sizə belə hər tərəfli göstərim. Bilirəm deyəcəksiniz ki, qaşlarımı da açdırardın, amma mən qaşlarıma risk eləmədim, çünki zaten bu saçı 1-2 aydan sonra dəyişəcəm. Qızlara hansı məsləhəti verərdin saçlarına bağlı? Hal-hazırda məsləhət veririk ki, dəniz mövsümü və hovuz mövsümüdür. Saçlarınızı qoruyun. Güvənmədiyiniz ustaların yanına gedib saçlarınızı yandırmayın. Gəlin Elmir möhtəşəm rəng eləsin, Mən baxım yanıma elə. gəlməsəz olar, əsas keratini düzgün ustalara elətdirin, yandırmayın saçınızı. Dibu açılmaları düzgün ustalara gedin. Saçınız bir dəfə yananda saçınız 2-3 il ərzində ümumiyyətlə özünə gələ Bəli, bilmir. mən də elə olmuşdu yadımda. Ona görə də yəni düzgün seçim eləyin. Yəni yanıma gəlin. Hər şey üçün çox sağ ol. Tamam, siz sağ olun, həmişə gözəlliklə. Mən də bu video ilə sizlərlə sağollaşıram. Gününüz xoş keçsin. Kanala abunə olmağı, like etməyi, şərh yazmağı unutmayın. Bəyənib bəyənmədiyinizi mütləq qeyd edərsiniz. Sağ olun.